Yüksəlişdə fiqurlar özləri 3 yerə ayrılır. Birincisi, fiqurların müəyyən bir ardıcıllıqla düzülüşü. İkincisi, cədvəl içərisində fiqurların sətir və ya sütun boyu müəyyən bir qanuna uyğunluq yaratması. Üçüncüsü, fiqurdan fiqura necə dəyişibsə, baxıb, başa düşüb, digərinə tətbiq etmək. Birinci sualı hər biriniz doğru cavablandırmısınız. Bəli, burada qanuna uyğunluq müəyyən bir ardıcıllıqdır. Burada iki cümləni istifadə etmək lazımdır. Ya saat əqrəbi istiqamətində, ya da saat əqrəbinin əksi istiqamətində gedir demək lazımdır. Baxın, sağa, sola, yuxarı, aşağı cümlələrini istifadə etmirik, sözləri istifadə etmirik. Bu gördüyümüz xətt saat əqrəbi istiqamətində bir addım hərəkət eləyərək bura gəlib. Sonra 1-2 addım hərəkət eləyərək bura gəlib. Sonra 1-2-3 addım hərəkət eləyərək bura gəlib. Növbəti 4 addım hərəkət eləməlidir. 1-2-3 4 addım hərəkət eləyib gələcək bura. Doğru cavab A variantıdır. Çox sadə. Suallara maksimum sadə yanaşmaq lazımdır. İkinci qaydamız. Sualları işləyən zaman şərti mütləq baxmaq lazımdır. Şəkildəki fiqurlar müəyyən qanuna uyğunluqla düzülüb, qanuna uyğunluğu pozan fiquru soruşur bizdən. Pozanı soruşursa, nə edirik? Qara dairə nə edib? 2 addım sağa gedib deməyin. Məlikə xanım doğru deyir. Həmçinin digər yoldaşlar da. Saatın əksinə gedib deyin. 1-2 addım saat əqrəbinin əksi istiqamətində gedib. Baxaq. 1-2 addım saatın əksi. Yenə 1-2 addım saatın əksi. Deməli, qanuna uyğunluq. Bəli, saatın əksinə gedir 2 addım. Burada bəs nə edib? 1-2-3 addım gedib. Qanuna uyğunluğu pozan fiqur 5-ci fiqurdur ki, digər hər birində saatın əksinə 2 addım gedir. Amma 4-cüdən 5-ciyə keçəndə saatın əksinə 3 addım gedib. Ona görə qanuna uyğunluq pozulub hansında? 5 nömrəli fiqurda. Bəli, Aygün xanım deyir ki, saat əqrəbi istiqamətində də baxsaq olardı. 1, 2, 3, 4, 5, 6 addım gedəcəkdi. Yenə saat əqrəbi istiqamətində 1, 2, 3, 4, 5, 6 addım gedəcəkdi. Olar, heç bir problem yoxdur. Amma çalışıb qısa tərəfdən getmək lazımdır. Baxaq 5-ci suala. 5-ci sualda suala maksimum sadə yanaşın. Baxın, burada hər birində qara üçbucaq var. Burada yoxdur. Burada bir dənə üçbucaq var. Burada 2 dənə üçbucaq var. İndi nə olmalıdır? 3 dənə üçbucaq olmalıdır. Doğru cavab C variantıdır. Maksimum sadə yanaşmaq lazımdır. İndi bir sualı sizə verirəm, siz yazırsınız. Məsələn, 10 nömrəli tapşırığı siz yazırsınız. Bunlar ilkin fiqurlardır. Tək bunlarla bitmir. Müsabiqədəki fiqurlar da daxil olmaqla bütün abstrakt şəkillər, fiqurlarla bağlı nə qədər sual varsa, onların hər birini öyrənmiş olacaqsınız. Çat bölməsinə fikirlərinizi yazın. Fikirlərinizi bölüşün çat bölməsində. Teşekkür. Deməli, verilmiş şəkillər müəyyən qanuna uyğunluqla düzülərsə, C şəkli neçənci yeri alar? Burada doğru deyirsiniz. D variantı deyən yoldaşlar doğrudur. Deyir ki, C şəkli neçənci yeri alar? Müəyyən bir qanuna uyğunluq deyir. Bu qanuna uyğunluğu da özümüz tapmalıyıq. Nə edir? Ağdan qaraya doğru gedir. Bax, Y ilə başlayaq. İçərisinə bir xətt atsın, gəlsin B. Sonra onu qara rəng, buradan da bir xətt çəksin və qara rəng eləsin. Alınsın C.
Sonra növbəti bir xətt əlavə eləsin. Alınsın A. Sonra 2 qara var idi. İndi qaranın sayını 2 vahiddə artırsın, olsun 4 dənə, yəni D. Sonra da 4 dənə qara içərini yazsın. Olsun F. Müəyyən qanuna uyğunluq dediyinə görə bu indi ağdan qaraya da gedə bilər, qaradan ağa da gedə bilər. Ağdan qaraya doğru belə gedir. Qaradan ağa belə. O da necə olacaq? İndi C hardadır? Əvvəldən sayanda 1, 2, 3-cüdə, sondan sayanda, qaradan ağa sayanda 1, 2, 3, 4-cüdə. C ya 3-cüdür, ya da 4-cü. Doğru cavab D variantı. Kimlər ki D variantı demişdisə, doğru demişdi. Sualı olan varmı kimsə? Əhsən. Keçək növbəti bir suala. Məsələn, 17-ci sualda fikriniz maraqlıdır. Gözəl insanlar, 1, 2, 3, 4-dürsə, müəyyən bir qanuna uyğunluq var. Bu qanuna uyğunluğa baxmaq lazımdır. İlk öncə. Bu fiqur 3 bucaqdır. Bu fiqur 4 bucaqdır. Bu fiqur 5 bucaq. 3, 4, 5 növbəti olmalıdır 6. Bu qanuna uyğunluğu görmək lazımdır ki, birinci 3 bucaq, ikinci 4 bucaq, üçüncü 5 bucaq, öbürü olacaq 6 bucaq. Sadə yanaşın. Variantları çıxaraq işləmək lazımdır. 5 bucaqlı, 4 bucaqlı və 5 bucaqlı olmaz. Müsabiqədə də testləri işləyəndə maksimum çalışıb nə etmək lazımdır? Variant çıxaraq işləmək lazımdır. Fiqur 2 hissəyə bölünüb. Fiqur 3 hissəyə bölünüb. Fiqur 4 hissəyə bölünüb. Növbəti fiqurun içərisində 5 hissəyə bölünmə olmalıdır. Baxın, D variantında 5 hissəyə bölünüb. Burada isə Y-də 6 hissəyə bölünüb, ona görə olmaz. Cavab D variantıdır. Növbəti sualımız olacaq. 19 nömrəli test tapşırığı. Sərbəst baxırsınız. Necədir? Yoldaşlar, bir şeyə diqqət etmək lazımdır ki, gözünüzə bir dənə fiqurun elementini kəstirdirsə, götürdünüzsə bir dənə fiquru, başqasına baxmayın. Və məsələn, bu xətlər olana baxıram. Bu gəlib çıxıb bura. Bunu saat əqrəbi istiqamətində də apara bilərsiniz. Saatın əksinə də. Saat əqrəbi istiqamətində aparsam 1, 2, 3, 4, 5 addım gələcək bura. Yenə saat əqrəbi istiqamətində 1, 2, 3, 4, 5 addım gəldi bura. 1, 2, 3, 4, 5 addım gəldi bura. İndi nə etməlidir? Saat əqrəbi istiqamətində 1, 2, 3, 4, 5 addım gəlib. 5 nömrəsi yazdığım yerdə olacaq. A-da yoxdur. C-də yoxdur. D-də yoxdur. Heç Y-də də yoxdur. Bax, bir dənə buradadır. Deməli, bir dənə elementlə cavabı rahat şəkildə çıxartmaq mümkün imiş. Digər hansına istəsəz onunla da baxa bilərsiniz. Aydındır? Ona görə çalışın. Gözünüz bir elementə baxırsa, onun yerini tapın, sonra cavabı dəqiqləşdirin. Baxaq 25-ci suala. 25-ci sualda qanuna uyğunluq belə olacaq. Gözəl insanlar, indi burada bəzən yoldaşlar, indi sizə də desəm, bəziləriniz A, bəziləriniz Y deyəcək. Amma bu sualın qanuna uyğunluğu belədir ki, biz bir ardıcıllıq sualı işləyirik. Ardıcıllıq işləyiriksə, suallar da müəyyən bir qanuna uyğunluqla, ardıcıllıqla düzülməlidir. Baxın, düzbucaqlı ilə başlayır, eləmi? Bir düzbucaqlı yanında bir dairə var. Bir düzbucaqlı yanında 2 dairə var. Düzbucaqlı yanında 3 dairə var. İndi düzbucaqlını özü verib, yanında 4 dənə dairə olmalıdır ki, qanuna uyğunluq doğru olsun. Ona görə cavab A variantıdır. Yəni, ardıcıllıq olduğuna görə düzbucaqlı ilə başlayır, yanında bir dairə. Hər düzbucaqlının yanında bir dairə. Burada 2 dairə, burada 3. İndi düzbucaqlı var, yanında 4 dənə dairə. Fikir ver indi 48-ci suala. 48-də artıq elə deyil. Kvadrat yanında bir dairə. 2 kvadrat yanında bir dairə,
3 kvadrat yanında bir dairə. Hər kvadratların yanında bir dairə var. Onda 4 kvadrat yanında bir dairə olacaq. Yəni kvadratla başlayırsa kvadratla bitə bilməz. Aydındır? Çünki bu bir toplama sualı deyil. Doğrudur Orxan bəy, əhsən. Deməli, bu bir toplama sualı deyil. Yəni tamamlama sualı. Bu sadəcə ardıcıllığın necə olmasını bilməli olduğunuz bir sual tipidir. Məsələn, baxırıq 54-cü suala. Bu sualda, bəli, C variantıdır, doğrudur. Bu sualda qanunauyğunluq belədir. Suala maksimum sadə yanaşmaq lazımdır. 1-dən 6-ya qədər müəyyən bir ardıcıllıqla gedir. Ən solda gördüyüm qara kvadrata bir A deyirəm. Bu sağa doğru bir addım yerini dəyişir. Bax, bir addım sağa yerini dəyişdi, gəldi bura. Sonra bir addım sağa yerini dəyişdi, gəldi bura. Sonra bir addım sağa yerini dəyişdi, gəldi bura. Sonra bir addım da sağa yerini dəyişdi, gəldi bura. Fikir verirsiniz? Sağa gedə-gedə gəldi, çatdı bura. İndi geriyə qayıdır. Bir addım geriyə qayıdır, gəlir bura. Sonra bir addım da geriyə qayıtsa, tən ortada olmalıdır. Üst-üstə düşür. Cavab C. Hətta bu sualı belə də... Gəl mənə attım. Gözəl insan, səsi bağlayın. Ay gözəl insan. Kimdir o? Hansı gözəl insandır? Baxırıq, burada bu sualı belə də yazmaq olar. Birincinin simmetriyası, güzgü əksi 5'dir. Baxın. Əhsən Məlikəxan. 1 5'in güzgü əksidir. Sağa doğru güzgü verəndə. Dərs gedişatında onları öyrənəcəyik hamısını növbəti dərslərimizdə. 2'nin güzgü əksi 6'dır. Görürsünüz? 2'nin güzgü əksi 6'dır. 3'ün güzgü əksi 7'dir. Vəssalam. Əhsən. 4'ün güzgü əksi artıq neçə olacaq? 8 olacaq. Aydındır? Bax, belə də yazmaq olar. Hətta ona aid indi başqa bir sual da deyəcəm, amma 59-cu sual sadə sualdır. Bir dənə bu sualı tez fikrinizi bölüşün görün. Sadəcə baxırıq da, qara rəng, ağ rəng. Bura qara olsaydı, sonra ağ gəlsin, qara, ağ. Bura bax. Qara, ağ. Bu 3 nömrəli ağ rəng yox, qara rəng olmalıydı. Ona görə cavab C variantıdır. Diqqətli olmaq lazımdır. Bu suallarda maksimum diqqət çox önəmlidir. Bax, məsələn, 69-cu sualı deyirdim bayaq. Məsələn, deyir, yuxarıdakı ardıcıllıq davam etdirilərsə, neçə nömrəli şəkil 4-cü şəklin eynisi olar? Davam etdirək də bunu. Davam etdirək. Deməli, bu köhnələrdə bir ilan sualı var idi. İlan oyunu var idi daha doğrusu. Bu sualı o ilan oyununa bənzədir bəzən yoldaşlarımız. Bax, bu 4 dənə x-ə bir ilan kimi baxsaq, saat əqrəbi istiqamətində bir addım hərəkət eləyib elə bil. Burnu keçib sağ tərəfə, görə bilirsiniz. Burnu keçib aşağı bir addım. Burnu keçib bura. Saat əqrəbi istiqamətində bir addım hərəkət eləyib. İndi bunun bir addım burun hissəsi keçəcək sola. Onda bax, belə olacaq. Sonra burnu bir addım keçəcək yuxarı. Sonra bir addım burun keçəcək sağ tərəfə. Quyruğu da arxasıca gəlirdə 4 xananı əhatə eləyir axı. Sonra gələcək belə. Sonra gələcək belə. Sonra gələcək belə. Bu oldu. Bu keçmişdə bilirdiniz ha. O fıs-fıs ilan var idi ha. Nokialarda var idi. Bax, həmin o ilandandır. Məncə 99% hər kəs oynayıb buradakı gözəl insanların. Və bu sualda 1, 2, 3, 4. Eləmi? 5, 6, 7, 8, 9, 10. Bura bax. 4'ün eynisini neçədə görürük? 10-cu sualda. Bəh. Cavab C variantı deyilmi?
Hələ indi bax görüm ay gözəl insan. Bəs bunu başqa necə yazmaq olar? Çox sadə. Hərəkət elətdirən kimi gördüm ki 4, 5, 6, 7-ci şəkildə birinci şəklin eynisini gördüm. Əgər 1-in eynisi 7-dirsə, 2-nin eynisi 8-dir. 3-ün eynisi 9-dur, 4-ün eynisi 10-dur. Bəs yaxşı sizdən soruşsam ki, 100-cü şəklin eynisi neçənci şəkildir? Nə cavab verərsiniz? Tez görüm cavabları. 100-cü şəklin eynisi neçədir? 106 gördüm. Əhsən. Gözəl insanlar, əhsən. Əla, əla. Deyir 1-in üstünə 6 gələndə 7 eləyirsə, 2-nin üstünə 6 gələndə 8 eləyirsə, 3-ün üstünə 6 gələndə 9 eləyir, 4-ün üstünə 6 gələndə 10 eləyirsə, 100-ün üstünə də 6 gələndə 106 eləyir də. Əla, çox əla. Bəs başqa bu uzun uzadı, hara gedirsiniz, ilan vaxtıdırmı yəni, deyirsinizsə əgər, onda bu sualı belə yaza bilərsiniz. 1, 2, 3, məsələn gətirib bura yazıram, 4-cü şəklin eynisi lazımdır mənə. Bura 1 yazıram. Ya da 4 yazıram. Elə niyə 1 yazıram? 4 yazıram. 4-cü şəkil budur. Nöqtə olaraq 4-cü nöqtə budur. Ya istəsəz bura 1 yazaram. Bu bir addım gəldi sağa. Sonra düşdü. Oldu ikinci şəkil burada. Sonra düşdü aşağı. 3-cü də buradadır. 4-cü də həqiqətən buradadır. Sonra nə edəcək? 5 nömrəlidə bura gələcəkmi? Həmin nöqtə. 6-da bura gələcəkmi? 7-də bura gələcək. 8-də bura. 9-da bura. 10 nömrəlidə yenə də 4-cü ilə eyni yerə düşəcək. Elə yerindəcə yazmaq olardı. Biraz uzun uzadı yazdım ki, maraqlı olsun. Sual varmı? Və yaxud başa düşmədiyiniz nəsə varmı? Varsa soruşun. Oy maşallah. Əhsən. Növbəti 72-ci suala baxaq. Bu bizim bu arada ilk dərsimizdir. İlk dərsim bunun izah olaraq verdim. Kimlər ki dərsə davam eləyəcəksə bu materialları ona göndərəcəm. Özü evdə işləyəcək. Suallarını gələn kimi deyəcəm, 72-ci suala keçən dərs baxmışdıq, amma evdə yadımdan çıxdı. Buna bir də baxaq, bir də baxacağıq. Və hər biri də rekord olunub sizinlə bölüşüləcək. Hər dərs olmaqla. Bu da öz yerində. Hər dərsin materialı, izahı. Material izahı bu şəkildə də əlinizin altında olmuş olacaq. 72-ci sualda siz nə götürərsiniz? Yuxarıdakı şəkillərin ardıcıllıq yaratması üçün hansı şəkillərin yerini dəyişmək lazımdır? D variantı. Artıq cavablar gəlib yəni. Doğrudur gözəl insanlar. Bunu mən əminəm ki, siz gözə yarı təxminən baxıb dediniz ki, yəni məsələn burada bu saat neçədir, burada təxminən elə divar saatından baxıb dediniz ki, saatlar necədir və ardıcıllıq necə olmalıdır. Bunu belə də yazmaq olar. Üstünə saatın neçə olduğunu yazsan daha aydın görünər. Məsələn, birincidə saat neçədir? Deyəsən 09:25-dir. İkincidə saat neçədir? Deyəsən saat 2-yə qalıb 20 dəqiqə. Yəni 13:40-dır saat. Bəs üçüncüdə neçədir saat? 11:05-dir deyəsən. Dördüncüdə neçədir? Deyəsən 3-ə qalıb, hə? 14:35. Beşincidə deyəsən 5-ə qalıb. 16:40-dır, 50 deyilmi? 16:50. 5-10 dəqiqə qalıb. Bunları və gündüz saatını göstərirsə, ardıcıllıqla səhərdən axşama doğru düzək. Birinci gəlsin 1 nömrəli. Sonra gəlməlidir 3 nömrəli. Niyə? Çünki 11:05 gəlməlidir ki, sonra 13:40 gəlsin. Səhərdən axşama doğru gedirik. Sonra gəlməlidir 14:35 olan 4 nömrəli. Sonra gəlməlidir 16:50 olan 5 nömrəli. Vəssalam, burada sadəcə qanuna uyğunluq 2 ilə 3-ün yerləri dəyişik olsaydı, 2-ni bu digər nömrəyə, 3-ü digər nömrəyə yazsaydıq, qanuna uyğunluq nə olardı? Doğru olardı. Ardıcıllıq yaranardı. Sualınız varmı? Yoxdursa, baxaq
76-cı suala. 76 tipli suallar yüksəlişdə çox tez-tez düşən sual tiplərindən biridir. Cavab Y variantıdır. Baxaq həllinə. Burada elementlərə tək-tək baxmaq lazımdır. Bu sol tərəfdəki üçbucaq bir addım qalxıb yuxarıya. Bu sonra bir addım da üçüncü şəkli soruşur axı bizdən. Yuxarıya qalxıb bura gəlməli deyilmi? Gedib artıq müsabiqədə də belə yazın. Sizin çox köməyinizə satacaq. Vaxt çox önəmlidir. Bayaq dedim, təkrar kimi olmasın. A variantında yoxdur. B variantında yoxdur. A-da var, amma forması səhv edib. A-da, B-də yoxdur. AB getdi. AB getdi. Baxaq ən aşağıdakı üçbucağa. Bir addım yuxarı qalxıb. Növbəti addımda, baxın, bura gəlməlidir. Ki, növbəti addımda da bura gələ bilsin. Bu şəklini çəkdiyim yer D variantında yoxdur. C-də də var, Y-də də var. C və Y-də var. İndi baxaq böyük üçbucaq. Bir addım düşüb aşağıya. Bu dəfə bax bura gəlməlidir. Ki, növbəti dəfədə bura gələ bilsin. Şəklini çəkdiyim yerdə olmalıdır, amma C variantında bunun sol tərəfi ağ rəngdir. Ona görə C yox, doğru cavab Y variantı olacaq. Əhsən, Y variantı deyənlər doğru demişdi. Bir də var simmetriya anlayışı. Simmetriya nədir? Simmetriya güzgü əksidir. Əhsən, ay maşallah, Orxan bəy necə lazımdır. Deməli, birincidən ikinciyə simmetrik olaraq, güzgü əksi olaraq çevirəcəyik. Simmetriya da, bax, məsələn, belə bir düzbucaqlı üçbucaq çəkirəm. Buradan bir ox çəkirəm. Məsələn, buradan belə bir ox çəkirəm. Buradan da belə bir ox çəkirəm. Və deyirəm ki, tutaq ki, bu xəttə nəzərən simmetrik qatdala. Güzgü əksi olaraq qatdala. Deyirsən, onda bax, bunun üzü belə baxırdı. Bu dəfə üzü belə baxacaq. Ox bu xəttə nəzərən necə yerləşibsə, o biri tərəfdə də elə yerləşməlidir. Bu xətt sola baxırsa, burada artıq onun tam əksi sağa baxmalıdır. Burada lap küncdən çıxıbsa, burada da həmin küncdən çıxacaq. Və xəttə tərəf baxırsa, burada da xəttə tərəf baxmalıdır. Burada şaquli formada yuxarıya baxırsa, burada da şaquli formada yuxarıya baxmalıdır. Simmetriyası budur. Simmetrik belə olur. Birincidən ikinciyə. Bu xəttə nəzərən simmetrik qatdalayanda bir cümləni həmişə deyəcəyik. Yaxındakı yaxına, uzaqdakı uzağa düşür. Bu xəttin düz yaxınlığında olan qara dairə yaxınlığına düşəcək. Görürsünüz, buradadır. Uzağında olan ulduz gəlib uzağına, təpə nöqtəsinin yaxınlığına düşəcək. 2-dən 3-ə necə keçir bəs? Bu xəttə nəzərən simmetrik qatdalayanda qara dairə gedir bura. Ulduz gəlir bura. Və sonra 3-dən 4-ə necə olacaq? Qatdalama zamanı bu təpə nöqtəsinin yaxınlığında olan gələcək təpə nöqtəsinin yaxınlığına, yəni bura. Ulduz da bu xəttin düz yaxınlığındadır. Onda gəl belə düz yaxınlığına düşəcək. Bax, bura düşəcək. Vəssalam. Doğru cavab D variantı. Baxın, bunun eynisidir. D variantı bunun eynisidir. Baxaq növbəti sualımıza, yəni 77-ci suala. Üzr istəyirəm, tapdıq mən. Bu qatdalanma xətti necə təyin olur? Mənim ən böyük problemim bu hissədədir. Buradan elə baxırsan. 3-dən 4-ə keçid zəhmət olmuş. Bir dənə o hissə. 3-dən 4-ə. Baxıram ki, burada variantlarda gördüyünüz üçbucaq hansı üçbucaqdır? Baxın, bu üçbucaqdır. Eləmi? Bu üçbucaqdırsa, elə bax, bunun xəttinə nəzərən. Bax, bu xətt var. Bu xəttə nəzərən. Bu qara dairə gəlir bura. Bunu bura qatdalayır elə bil. Buradakı xəttə nəzərəndə ulduz gəlir bura. Buyurun. 79-cu suala baxırıq. 79 tipli suallarda proses necə olur? Tək-tək baxırsınız. Necə olasıdır ki, proses? Tək-tək. Baxın, məsələn, bir dənəsindən cavabı rahat şəkildə çıxarda bilirik. Bu dairəyə baxın. Qarası yuxarıdadır.
qarası sağdadır, qarası aşağıdadır. Neyinir bu? Saat əqrəbi istiqamətində 90 dərəcə çevrilir. Qara yuxarıda, sağda, aşağıda, solda. İndi 90 dərəcə fırlatsam, hara gedəcək onun qarası? Yuxarıya gedəcəkmi? Qarası yuxarıda olan bu deyil, bu deyil, bu deyil, bir də bu deyil. Cavab D variantıdır. Just bir dənəsindən cavab çıxartdım. Və yaxud digərlərinə baxsaz da eyni cür olacaq. İçəridəki kvadrata da baxmaq olardı. Məsələn, qaraya baxın. Saat əqrəbi istiqamətində bir addım hərəkət edib, indi də gələcək, bu xətt oxuna göstərdiyim yerdir. D, A-da yoxdur, Y-də yoxdur, B, C, D arasında qalacaq. Sonra indi artıq digərlərinə görə çıxardacaq. Bu üçbucaq solda, sonra gəlib aşağı, sonra gəlib sağa, yuxarıda figurlar olduğuna görə qayıdıb əvvəlki yerə, sol tərəfə. Birincidən ikinciyə, soldan aşağıya gəlmişdirsə, beşincidən də altıncı, daha sonra dördüncüdən də beşinciyə, sol tərəfdəki üçbucaq aşağıya gəlməlidir. Bax bu cür. Deməli, ev tapşırığınız, həm ev tapşırığı kimi sizə göndərəcəm, həm də izahla birlikdə hər birini. Gözəl insanlar, bunu deyim ki sizə, bugünkü dərsimiz həm ümumi məlumat üçün, həm də ilk dərs olduğuna görə ev tapşırığının suallarına baxmırıq. Bu həmişə belə olur. Yəni ev tapşırığımız yoxdur axı əvvəlki dərsdən. Ona görə bugünkü dərsimiz biraz da tez yekunlaşır. Təxminən 1 saat civarında çəkir. Həmişə belə olub. Amma növbəti dərsdən standart olaraq dərslərimiz 90 dəqiqə olur. Minimum 90 dəqiqə. Daha çox olur ki, daha az olmur. Yəni suallarınız nə vaxt bitdi? 1 saat yarımdan sonra o vaxt yekunlaşdırırıq. Tamam mı? Amma sadəcə bu günlük indi işləməyə heç nəyimiz yoxdur deyə bu günlük biraz da tez yekunlaşdıracağıq. Və həm rekordları, həm də materialları sizinlə bölüşəcəm. Hər birinizə uğurlar.